Azərbaycan və Ermənistan arasında əldə olunan iki tərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər Xaçaturyan Vaqif Çerkezi, Surjan Givok Rubenoviç, Davtyan David Tirqani və Elcekcan Vigen Abraham Ermənistana təhvil verilib. Bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan Facebook hesabında açıqlayıb. Qeyd edək ki, təhvil verilən şəxslərin Azərbaycanda saxlandıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar eyni zamanda Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib. Onların sırasında səhhətə qənaətbəxş olmayan Vaqif Xaçaturyana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub. Xatırladaq ki, 2020-ci ildə saxlanılan Elcekcan Vigen Abraham Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün Muzlu gəlməsi müəyyən edilib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Elcekcan Vigen Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib. Davtyan David Tirqani və Surjan Givok Rubenoviç 2020-ci ildə saxlanılıblar. Onlar barəsində Azərbaycan Cinayət Məcəlləsinin 276-cı casusluq maddəsindən ittiham elan edilib. 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 15 il müddətə azadlıqdan məhrum ediliblər. Vaqif Xaçaturyan da qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilib. 2023-cü ildə Laçında saxlanılıb və həmin ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilib.